Realdasınız. Biz sizə Qusardan xəbər veririk. Bugün Şahdağ Turizm Mərkəzində xizəkçilər arasında reallaşan Heydər Əliyev kubokuna start verildi. Yarış haqqında bizə ətraflı məlumatı Şahdağ Turizm Mərkəzinin mətbuat katibi Orxan Bədəlov verəcək. Orxan müəllim, xoş gördük sizi. Turnir haqqında bizə ətraflı məlumatları verərsiniz. Zəhmət olmasın. Təşəkkür edirəm. Qeyd etmək istəyirəm ki, ötən həftə biz həvəskar snowboardçular arasında Heydər Əliyev kubokunu keçirdik. Bugün və sabah isə biz həvəskar xizəkçilər arasında Heydər Əliyev kubokunu təşkil edəcəyik. Bəli, qeyd etdiyiniz kimi də bugün uşaqlar arasında keçirilir. Deməli 6, 8, 9, 12 və 13, 17 yaş arasında öncədən qeydiyyatdan keçən həvəskar xizəkçilər və uşaqlar burada birincilik uğrunda mübarizə aparırlar. Bu artıq ənənəvi bir turnirdir. 4-cü dəfədir ki, Şahdağ Turizm Mərkəzinin təşkilatçılığı və Qış İdman Növləri Federasiyasının dəstəyi ilə təşkil olunur. Bu yarışda, bugünkü yarışda təkcə Azərbaycandan deyil, eyni zamanda Almaniyadan, Kanadadan, Fransadan, Pakistandan, ondan sonra Ukraynadan, Rusiyadan olan iştirakçılar da qatılıblar, mübarizə aparırlar. Bu turnirin keçirilməsinin əsas məqsədi qış idman növlərinin belə deyək, xüsusi marağında olan xizək yarışına xizək yarışının təşviqini artırmaqdır. Həm uşaqlar, həm də böyüklər arasında bu idman növünə marağı çoxaltmaqdır. Əlbəttə ki, Şahdağda bu cür yarışlar keçirməklə gələcəkdə beynəlxalq səviyyəli yarışların keçirilməsinə bir dəstək olmalıdır. Hansı ki, yəni ki, məlumatınız var. Biz mart ayında deməli xizək alpinizmi üzrə Avropa çempionatı və Dünya kuboku, eyni zamanda Moğol üzrə Dünya çempionatının final mərhələsinə ev sahibliyi edəcək. Bütün iştirakçılara uğurlar arzulayırıq. Sabah da böyüklər arasında keçiriləcək. Hər kəsə müvəffəqiyyətlər arzu edirik. Təşəkkür edirəm Orxan bəy. Xatırladım ki, müsahibim Şahdağ Turizm Mərkəzinin mətbuat katibi Orxan Bədəlov idi. O bizə Heydər Əliyev kuboku haqqında ətraflı məlumat verdi. Bizim bu saata çatdıracaqlarımız bunlar idi. Ən son informasiyaları biz Qusardan çatdırmağa davam edəcəyik. Siz isə realı izləməyə davam edin.